Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Sevgili kardeşler, bugün 27. orucumuzu əda elədik. Allahın izniyle artık 2 gün qalır. Ve Allah Teala'ya şükürler olsun. Allah Teala bizi Ramazana çatdırıb. Allah Teala bizi sağlamlık verdi. Ve Allah bize korusun, kömək olsun. Ramazanı sağ salamat başa vurar. Kazananlardan olar. Ve Allah Teala bize rəhm eləsin. Ve sonra sevgili kardeşler, mühüm bir hatırlatma var. Hatırlatmak istedim, hem özüm için faydalı olsun, hem de sizin için. Deməli, Ramazan ayı bilirsiniz ki, Kur'an ayıdır. Şahru Ramazan ellezî unzile fihil Kur'an. Allah Teala Kur'an'ı Ramazan ayında nazil etti. Ve Kur'an hakkı batilden ayıran, müminlere şefa olan ve insanları doğru yolu gösteren ve bütün hayırların aşarı olan, yolu olan bir kitaptır. Allah Subhanahu Teala Kur'an-ı Kerim'de bu ayetleri buyurur ve hemçinin Allah Teala buyurur ki bu Kur'an'ı asanlaştırdı. Kur'an'ı okumak için, Kur'an'ı ezberlemek için, hakikaten de yadda saklamak için çok asanlaştırılmış bir kitaptır. Hakikaten onda bereket var. Eğer okumak istesen, rahat şekilde okumayı öğrenebilirsen. Ezberlemek istesen, Allah Teala bereket verir. Ezberlemeyi bacarırsan, rahattır. Ve onu başa düşmek istesen, öğrenmek istesen, Allah Teala sana güc qüvvət verir. Çünkü Allah Teala'nın verdiği berekettir, Allah Teala'nın verdiği bir xeyirdir. Biz onu deyir, rahatlaşdırdık. Baxırsan, görürsən ki, müəyyən bir vaxtdan sonra insan onu təkrar oxuyur ve ezberleyir. Bu yaxınlarda gördüm ve siz de gördünüz ki, 70 neçə yaş vardı, 80 yaşlı adamlar Kur'an'ı ezberleyirler. Allah Teala bereket verir. Ve Kur'an-ı Kerim Allah tarafından nazil olunan Allah'ın kelamıdır. Ve Allah'tan eşidib Cebrail aleyhisselam ve Cebrail aleyhisselamdan eşidib Muhammed sallallahu aleyhi ve sellem. Ve Resulullah sallallahu aleyhi ve sellem uşaqlarınıza Kur'an'ı öğretin deyir. Yani Kur'an'ı esas ezberleməkdir. Yani Kur'an qəlblərdə qalmalıdır. Qəlblərdən qəlbə keçib. Və indi Resulullah sallallahu aleyhi ve sellem vaxtında var diye ve bugün de var. Ve o Kur'an'da böyük faydalar var. Elmdən, möcüzələr, hikmətlər, qıssalar, yani hekayələr, ibrətlər, əxlaq ve Allah'ın nədir? Kəlamıdır. Ve kıyamet günü bu kitap qalxacaqdı. Aradan yok olacaqdı. Allah Teala onu götürəcək insanlardan. Çünkü kıyamet günü artık o cür insanlar qalacaq ki, həqiqətən də insanlıqdan çıxmış, yani həddindən artıq mundar, həddindən artıq günahkar, Allah Teala'ya asi olanlar ve onlara layık olmayacaq artıq. O Kur'an Allah Teala'dan çıxıb, o kəlam ve Allah Teala'ya da qaydacaqdı. Kıyamet günü az qalmış bu kitap nədir? Götürüləcəkdi. Ve elhamdülillah bugün bizim elimizdədir bu kitap ve onu qalbimizə salmalıyıq, çalışmalıyıq. Xayrukum men ta'allama'l Kur'an ve 'allama. Sizin en xeyriniz Kur'an'ı öğrenen ve öğredendir. Fikir verin, öğreden demedi. Öğrenen ve öğreden. Okuyan, ezberleyen, əməl edən ve onu başkalarına öğreten. En birinci insan özü, ondan sonra onun öz evladları bunu öğrenmelidir, çalışmalıdır. Həqiqətən də biz bugün yani Rabbimizin kelamına karşı həqiqətən çok zayıfız. Ve Resulullah sallallahu aleyhi ve sellem buyurur ki bu kitap da yani Kur'an yani her harfi 10 savabdır. Her harfi. Ben demirəm ki elif, lam, mim bir harfdir. Elif bir harfdir, lam bir harfdir, mim bir harfdir. Yani sen elif, lam, mim deyəndə 30 savab kazanırsan. Ve bilirsiniz ki kıyamet günündə bu savablar dəfələrlə çoxalacaqdır. Allah'ın rəhməti iləndir, bərəkəti iləndir, o savablar çoxalacaqdır. Ve ona göre de yani Kur'an'ı okumaq lazımdır, Kur'an'ı əzbərləmək lazımdır, Kur'an'ı qoruyub saxlamaq lazımdır qalblərdə. Ola bilər kitablar, müəyyən bir dövr biz yaşadıq, komünizm dövrün, qırmızı terror nətər deyərlər. Və onu gördük, bizdə böyüklərimiz gördü, ağsaqqallarımızın xəbəri var. Və o aradan qaldırmaq istədilər o kitabı. Yandırdılar, yoxa çıxartdılar və qorxudan insanlar onu gizlətdi. Amma mümkün olmadı.
Çünki hələ vaxtıdır. Allah Subhanahu taala onu istəsələr də, istəməsələr də kafirlər üzə çıxartacaqdır. Və Allah Taala onu qoruyub saxlayacaqdır. Və Allah Taala buyurur ki, biz Quranı inna nahnu nazzalna zikra və inna lehu lehafizun. Biz Quranı nazil etdik. Biz Quranı göndərdik və biz onu qoruyub saxlayacağıq. Başqa kitablara Allah Taala deməmiş ki, qoruyub saxlamalı. Amma Quran qorunub saxlayacaq. Sən öyrənsən də, öyrənməsən də, çalışsan da və sən çalış ki, özün üçün nəsə qazanasan. Və bilirsiniz ki, Rasulullah sallallahu aleyhi ve sellem Ramazan ayında ümumiyyətlə Quranı çox oxuyardı. Yəni gecə namazlarında və onun əxlaqı, onun yaşayışı Quran idi. Onun sevimli həyat yoldaşı möminlərin anası Ayşə radiyallahu anhadan gələn hədis-i şərifdə buyurur ki, Quran haqqında Rasulullah sallallahu aleyhi ve sellem Quranla necə idi? Deyir, onun həyatı o idi. Yəni yaşayışı Quran idi. Və nədir, biz də Ramazanda çalışmalıyıq, hələ qalıb və bundan sonra da Ramazanda bəzən olur, məllər görsən oxuyur. Ramazandan sonra artıq oxumaq dayanır, bir də gələn Ramazana. Yox, olmaz, 30 cüzdür. Yəni günə bir cüz oxuya bilsən, bir aya xətm edirsən. Ola bilər 10 günə də xətm edə bilərsən. Və heç olmasa günə, aya bir dəfə xətm eləmək lazımdır. Və onu oxuduqca sənin üçün insanın bu əsas möcüzəli bir kitab ki, insanın qanına, canına, sağlamlığına belə. Çünki Allah Taala bu kitabda xeyir olması barədə biz bu Quranda deyirik, insan möminlərə şəfa göndərdik. Şəfa var. Həm insanın ruhən, həm cismən şəfa verir Allahın izni ilə. Və həmçinin Quranın yayılması, Quranın mushafı, çap olunması, kim bacarırsa məsələn bunu etməlidir, çap edib yaymalıdır. Kim bacarır öyrətməlidir. Yəni kim bacarır öyrənməlidir. Yəni bu bilirsiniz ki, insan öldükdən sonra ona qalan bir əməllərdəndir. Yəni insan əgər Quran çap elətdiribsə, öləndən sonra onun üçün o savab yazılır. Təsəvvür edin ki, öləndən sonra əməl dəftəri bağlanmır o barədə. Əlbəttə ki, görürsünüz, nədir? Quranı oxumaq lazımdır, öyrənmək lazımdır, bilmək lazımdır. Məsələn, görürsünüz Qurana nədir? Yəni, Quranı ölüyə oxumağın da onun heç bir mənası yoxdur axı. Deyir, Quranı öyrən, öyrət. Quranın hər hərfinə bir savab var. Bunun ölüyə nə daxili var? Yəni, ona görə əməl etmək lazım. Yəni, o Quranı Allah Taala bizə göndərib ki, onu oxuyaq, ona əməl edək, onu yaşataq. Allah Subhanahu taala qoruyub saxlayır və lazım olanda götürəcək. O sənə aid deyil. Amma sən də yəni, onu etməlisən, Allahın kəlamını sevməlisən. Və Allah Taala'nın bilirsiniz ki, Peyğəmbər sallallahu aleyhi ve sellem də hər dediyi söz, hədislər ki var, o hədislər də nədir? Vəhidir. Amma o Quran ibadət olunur Quranla, amma hədislə nədir? İbadət olmur. Məsələn, Quranı da bilirsiniz ki, Fatihə surəsi var, namazlarda oxuyuruq və başqa surələr oxuyuruq. Amma hədislər oxumursan. Hədislər nədir? Oxuyub əməl etmək üçündür. Amma Quran həm oxuyub, həm əməl etmək, həm də nədir? İbadət etmək üçündür. Yəni, o da vəhidir və o da qorunub saxlanır. Deməli, Quran qorunub saxlanırsa, hədislər də qorunub saxlanır. Peyğəmbər sallallahu aleyhi ve sellemin hədis şərifləri qorunub saxlanır. Çünki Quranın açıqlamasıdır. Allah Teala buyurur ki, biz zikri sənə nazil etdik ki, onlara nazil olanı, onlara başa salasan, izah eləyəsən. Onlara nazil olan nə idi bizə? Qurandır. Və sizə zikri öyrətdik ki, hədislərdir. Yəni, olan dilində, Allahın göndərdiyi vəhindən insanları başa salır. Ona görə də bu ayda bilirsiniz ki, Rasulullah sallallahu aleyhi ve sellem Cəbrəil ilə bir yerdə gələrdi, oxuyardılar, yəni bir yerdə Rasulullah sallallahu aleyhi ve sellem onun üçün oxuyardı. Və xətm eləyərdi və gecələri ibadət eləyərdi çoxlu. Yəni, fəziləti çoxdur Quranın. Həm də Allah Teala qullarına baxır, onlar Quranı sevirlər, ona əməl edirlər, onu oxuyurlar, öyrətirlər, öyrənirlər. Yəni, onu bükməklə, yuxarı qoymaqla o cürümü sevgi olmur. Düzdür, o da ehtiram lazımdır Qurana. Əlbəttə ki, bilirsiniz ki, Quranı daşlamaqsız, qüsursuz toxunmaq olmaz. Yəni ki, yaxşıdır ki, bunlar olsun səndə. Bilirsiniz ki, yəni, Quran təmiz adamlar toxunmalıdır. Və bunlar əlbəttə ki, yerində olmalıdır, hörmət olunmalıdır, söz yox. Amma onu qoyub o yuxarı bir yerə və onu oxumamaq, onu tərk eləmək, bunlar düzgün deyil. Yəni, o oxumalısan, yəni, onunla həm əməl etməlisən. Sən üçün əməl etmək üçün, yol göstərmək üçün, haqqı batildən ayırmaq üçün olan bir kitabdır. Və ona görə də inşallah biz bu Quranı çalışaq. Bu Quran ayında da, Ramazan ayında da öyrənək və oxuyaq, öyrətək, çalışaq, başqalarına da
və bu Quranı nə qədər ki Allah Subhanahu taala əlimizdən almayıb, onu qoruyub saxlamaq lazımdır. Əlbəttə ki, görürsünüz ki, Allah taala bizdən əvvəlkilərə kitab da göndərdi, peyğəmbər də göndərdi və onlar əməl etmədikdə qəlbləri daşa döndü. Uzun müddət keçəndən sonra tərk elədi. Allah taala onları məhv elədi hamısını. Və Quranda bunlar yazılıb. Ona görə də yəni ibrət almaq lazımdır. O Quranda bayaq dediyim kimi ibrətlər vardır. Və çalışmaq lazımdır ki, Qurandan, bizim kitabımızdan faydalanasan. Yəni öləndən sonra sənə onun heç bir faydası olmayacaq. Çünki artıq orada olan əmrləri sən yerinə də yetirə bilmirsən. Namaz qıl deyir. Namazın vaxtları var. Qəbir həyatı tamam başqa bir, bərzəx aləmi başqa bir aləmdir. Biz onu bilmirik. Qeybi bir aləmdir. Orada nə tərsə Allah bilir. Orada namaz yoxdur. Orada bu dünyada qazandıqların haqq hesabı olan yerdir. Və orada sən nə deyim, oranın bu dünyanın yaxşı işlər görmüsənsə, oranın yaxşı yerin, yəni cənnətdən bir güşədir, pissə cəhənnəmdən bir güşədir. Müəyyən bir vaxta qədər qəbirlərdən çıxıb hesaba çəkilib, yəni cənnətə və yaxud da cəhənnəmə girmək üçün olan bir vaxt orada bərzəx həyatıdır və o insan oraya gedəndən sonra orada yazılan, buyurulan şeyləri eləyə bilmir. Oruçdur. O oruç tutmayıb. Öləndən sonra o nətər oruç tutacaqdır? Bu dünyaya aiddir. Bu dünyaya çox şeylər var ki, onlar məsələn keçmir bu dünyada. Görürsən, nə qədər də eləsən, onlar keçmir. Hətta kompüter və telefon və parolu başqasının yazısına qəbul eləmir. Sən istəyirsən ki, Allah sənə buyursun, sən eləməyəsən və deyirsən ki, Allah qəbul eləməli, mən yaxşıyam. Bu sənin xəyallarındır, özünü aldatmaqdır olar. İnsan özünü yalnız və yalnız Allah'dır. Adıca telefon, bir dənə başqası girəmir, barmaq izini qoymasan girmir, qəbul eləmir. Sən istəyirsən ki, sən Allaha qarşı gedəsən, ona qarşı vuruşasan, o sonra da ki, mən siz nə yemək deyirsin ki, cəhənnəmə gedirsin, mən cənnətə gedəcəm. O sənə özünü aldadırsın. O sənin öz xam xəyallarındır, xəyallar, xülyalarındır. Özünü aldatma. Heç kəs bundan qutara bilməyir. Ölümdən heç kəs qutara bilməyir. Ən gözəl insan odur ki, Resulullah sallallahu aleyhi ve sellem buyurur, ölümü yada salsın. Tez-tez ölür. Tez-tez ölümü yada salır. Çünki ölüm haqqı hesabdır. Ölüm dediyin sözlərin cavabıdır. Ölüm qəlbində olanlar belə Allah bilir. Nə niyyətində olubsan, hansı əməldə. Nə eləmirsən, nə danışmırsan, nəyə baxmırsan, nə işlər görmürsən, haqqı hesaba çəkilən günlərdir. Ölüm odur. Yəni, bu dünyadan ahirət həyatına, əbədi həyata getməkdir. Ona görə də inşallah yəni, Quranı oxumaq və onu düzgün başa düşmək lazımdır. Və ona görə də biz bu Quranı daha çox sevməliyik, daha çox bu Qurana sarılmalıyıq. Yəni, bu insanın özü üçündür, inanın. Sonra peşman olacaq. Asıl o peşmançılıq fayda verməyəcəkdir. Çünki Allah Subhanahu taala bizcə Qurana oxu, bax, gör ki, sən bu dünyada ona nə eləməlisən, nə cür müamilə eləməlisən Quranla. Sonra sənə heç bir fayda verməyəcəkdir, heç bir faydası yoxdur. Çünki Quran da nədir, sənə fayda verən nədir? Bu Quran, yəni, dedi ki, öləndən sonra insana əməl dəftəri bağlanır. Bayaq dedik ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dediyi hədislərdə vəhidir. Və əməl dəftəri bağlanır, məscid dikən savab qazanır, ona savab yazılır, orada ibadət edirlərsə, Allahın adı çəkilirsə, Allah taala ona savab yazır, Allah istədiyi qədər. Ona gedir, gecə gündür. Və insan Quran çap elətdiribsə, su çəkdiribsə, quyu vurdurubsa, xurma bağı salıbsa, meyvə bağı salıbsa və s. Yəni bu işlər görübsə, elm öyrədibsə, salih evlad tərbiyə edib, qoyub gedib sözündən sonra və s. Bunlar hamısı nədir? Orada yazılıb əməl etmək üçün. Yəni bunlar sənə fayda orada verməyəcəkdir. Yəni onlar bura aiddir. Allahdan istəyirəm ki, Allah taala bizi bağışlasın. Allah taala qardaşımızın evinə, malına, ailəsinə bərəkət versin. Və Allah taala bütün müsəlmanlara kömək olsun. Allah taala ölkəmizi əmin-aman içərisində etsin. Xeyr içərisində etsin. Və Allah taala düşmənlərimizi məhv eləsin. Qarşımızda diz çöktürsün. Allah taala bütün müsəlmanlara kömək olsun. Allah taala müsəlmanları qorusun, izzətləndirsin. Allah taala əsgərlərimizi qorusun. Allah taala hərbiçilərimizi qorusun. Allah taala ölkəmizi əmin-amanlığın qoruyanları qorusun. Allah taala ölkə başçımızı qorusun. Onu xeyir üzərində eləsin, sağlamlıq versin. Bütün səfərlərin, işlərin hamısını uğurlu etsin. Qalib olsun həmişə və sağlamlıq versin, haqqın carisi etsin, haqq üzərində sabit etsin. Allah taala bütün müsəlmanları xeyir üzərində eləsin. Allah taala bizi Quran əhlindən eləsin. Allah taala bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın. Allah taala bizə halal, rahat,
ruzi versin, bol bərəkətli. Allah təala bizi xəstəliklərdən, bəlalardan qorusun. Allah suyumuza bərəkət versin, torpağımıza bərəkət versin. Bağımıza, bostanımıza, işimizə, hər şeyə bərəkət versin, halal versin. Allah təala eşidən, bilən, görən, duaları qəbul edəndə Allah razı olsun. Subhanakallahumma bihamdik. Nəşhədu an la ilahə illə entə nəstəğfiruka və nətubu ileyk. Allah razı olsun qardaşlar.